Dövlət qulluğunda loyallıq. Nəyə demək olar, nəyə yox? Dövlət işində çalışmaq təkcə tapşırıqları yerinə yetirmək deyil, həm də çalışdığın qurumun nüfuzunu qorumaq deməkdir. Buna hüquq dilində loyallıq prinsipi deyilir. Dövlət qulluqçusu həm öz işlədiyi idarəni, həm də digər dövlət qurumlarını və onların rəhbərlərini açıq şəkildə tənqid edə bilməz. Ümumiyyətlə, iş fəaliyyəti ilə bağlı mənfi fikirlər bildirməkdən və qiymət verməkdən çəkinməlidir. Amma burada bizim bir istisnamız var. Bu istisna budur ki, dövlət qulluqçusu eyni zamanda, məsələn deyirəm, bir universitetdə dərs deyirsə və yaxud elmi məqalə yazırsa, orada akademik baxımdan mövzuları təhlil edə bilər, yəni tənqid edə bilər. Yəni bu elmdir artıq. Gəlin buna nümunələr üzərindən də baxaq. Məsələn, təsəvvür edin ki, Əhməd adında bir şəxs nazirlikdə mütəxəssis işləyir. Burada buna qadağan olunan hala baxaq. Məsələn, Əhməd Facebook profilində yazır ki, bizim nazirlik işini düzgün qura bilmir, rəhbərlik yanlış qərarlar verir və s. Bunu yazırsa, bu loyallıq prinsipini pozmuş sayılır və intizam məsuliyyətinə cəlb oluna bilər. Bizim istisna halımız hansıdır? Yəni icazə verilən hala baxaq. Məsələn, fikirləşin, belə bir elmi jurnalımız olsun. Olsun belə, Abşeron yarımadasında meşə zolaqlarının salınmasında, məsələn, suvarma sistemlərinin effektivlik analizi, belə bir bizim elmi məqaləmiz olsun. Burada bu məqalədə, məsələn, Əhməd tənqid edə bilər ki, köhnə metodlar, hansı ki, nazirlik tərəfindən tətbiq olunur, torpaqların şuanlaşmasına səbəb olur və s. yeni bir təklif irəli sürür. Bax, buna isə icazə verilir. Bu artıq elmdir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.